İranın bugün ən böyük problemi nədədir? İran uzun illər siyasətini proksi təşkilatları ətrafında saxlamaqla, terror hadisələri törətməklə, yaxın şərqdə, özəlliklə İsraildə və Amerika Birləşmiş Ştatlarının müttəfiq olan ölkələrə təzyiq imkanları. İndi edə bilirmi? İndi edə bilmir. Bu proksi təşkilatlar 7 oktyabrdan sonra demək olar ki, tamamilə darmadağın edilib və səslənən bəyanatlar, İranın müdafiəsi üçün səslənən bəyanatlar olduqca zəif bəyanatlardır. Bu birinci faktordur. İran uzun müddət... İrandan gələn bəyanatlar zəif bəyanatlardır? Yox, proksi təşkilatların səsləndirdiyi bəyanatlar olduqca zəif bəyanatlardır. İkinci nüansı, İran daxilində yekdil mövqe yoxdur. Baxmayaraq ki, bugün Əli Xamneyi birləşdirici fiqurdur və istər Sepahın, istərsə də dini digər strukturların və bütövlükdə əhalini birləşdirici fiqur kimi ətrafında saxlaya bilər. Diqqət etsəniz, Amerika Birləşmiş Ştatlarının və digər müttəfiqlərinin israrla dediyi hədəfimiz Əli Xamneyidir və bu vurula bilər və ona da ciddi cəhdlə qorumağa çalışırlar. Rusiyanın evakuasiyasından danışırlar və yaxud da təhlükəsizliyini təmin etmək üçün əlavə mənbələr, yerlər barədə düşünürlər. Rusiyanın ən böyük təhlükəsizlik tədbiri görə biləcəyi ən böyük təhlükəsizlik tədbiri son anda təyyarəyə oturdub Rusiyaya aparmaqdır. Yəni, respublikaçı senatorlar bu mesajı verirlər. Qeyd edirlər ki, Birləşmiş Ştatların edə biləcəyi ən yaxşı addım İrana rejimin ölkədən çıxması üçün şərait yaratmaqdır. Rusiyada əslində biraz da ona görə həvəslənir. Çünki Bəşər Əsədin Suriyadan Moskvaya qaçması onun əlində müharibə aparan bir ölkə və həm də təklənən embargolara və sanksiyalara məruz qalmış bir ölkə kimi xeyli dərəcədə vəsait cəmləyə bildi. Çünki onlar da xeyli dərəcədə vəsaitlərini həm nağd pul şəklində, həm qızıl kütləsi şəklində demək Rusiyaya apara bildilər. Amma təkrar bu suala qayıdacağım. Yəni Xamneyi də Bəşər Əsəddirmi? Fərqli deyil. Bilirsiniz, bir şey ki səni aparır, onun adına sel deyəcəksən. O Bəşər Əsəd də ola bilər, bir başqası da. Proses gəlib o yerə çatır. Daxildə mən indi üçüncü faktoru deyim, daxildəki faktordur. Daxildə birinci, ölkə əhalisi yekdil deyil. Ölkə əhalisi sosial vəziyyətdən və milli kimlik davasından dolayı İran rejiminə bütövlükdə nifrət edir və heç bir zaman rejimin yanında dayanmayacaq. Çalışsalar belə, istəsələr belə dayanmayacaq. Buna görə də Əli Xamneyinin vəziyyəti bugün bəlkə Bəşər Əsəddən də biraz da pisdir. Biraz da pisdir. Ona görə də heç kim ona ümid etməsin. Amerika Birləşmiş Ştatları Əli Xamneyinin bugünkü mərhələdə devrilməsini və İranda daxili çəkişmələrin baş verməsini istəyirmi? Bunu hələlik zənn etmirəm. Çünki İranın daxilində baş verə biləcək hər hansı bir proses, başsızlıq və yaxud da hakimiyyət, iki hakimiyyətlik, çox hakimiyyətlik və yaxud da hakimiyyət xaosu sərhədləri aşacaq. Sərhədləri aşmaqla yanaşı içəridə çox böyük kataklizmlər yaradacaq. Milli kimlik savaşları çıxacaq. Milli kimlik savaşları çıxsa, mütləq qonşu dövlətlər prosesə cəlb olunacaq. Əlinə ayağını yığışdırdıqları biraz da özlərinin vasitəsilə Kürd yaraqlıları ayağa qalxa bilər. Türkiyə böyük mənada meydanda ola bilər. Azərbaycan böyük mənada meydanda ola bilər. Bəluc məsələsi qalxarsa Pakistanın böyük problemləri çıxa bilər. Çünki 4 milyona yaxın Bəluc İranda, 7 milyona yaxın Bəluc Pakistanda yaşayır və Pakistanda muxtar parlamentləri və s. də var. Burada böyük proses başlaya bilər. Xorasan türkləri var, Qaşqay türkləri var burada. Hörmüz boğazına çıxış var. İraq, Kərkük məsələləri ilə Güney Azərbaycan məsələsi var burada. Və bütün bunların hamısı nəticə etibarilə İranı çox böyük qarışdıra bilər. Təklif olunan lider, Nəbz yoxlanması üçün Pəhləvi, deyilən lider deyil, birləşdirici fiqur deyil, əksinə daha çox dağıdıcı fiqurdur. Yəni, mütləq əksəriyyət dəstəkləmir. Dəstəkləmir. Dağıdıcıdır və onun birləşdirici xüsusiyyətləri yoxdur. Ona görə də bu məsələdə rejimi dəyişmək üçün cəhd edəcəklərmi, yoxsa rejimi zəiflədib də hələ istədiklərini almaq və prosesi növbəti mərhələyə daşımaq. Bu zamanın işidir. Trampı çəkindirən bir amil də hücum edəcəyi təqdirdə bunun geniş miqyaslı olması və aralıq seçkiləri öncəsi özünə negativ hal qazandırması deyil. Çünki buna dair də fikirlər var. Buna da deyirlər, seçkilərə görə Trump ehtiyatlı davranır. Bunların hamısı ya açılan dosyalara görə, bəli, bu dosyalara görə, İsrailin təzyiqinə görə və s. Bütün bunlar hamısı hesab edirəm ki, biraz qeyri-ciddi fikirlərdir. Trump sadəcə olaraq İranın və onu İsrail də böyük miqdarda dəstəkləyir. İranın dəyişməsi nəticəsində Ərəb ölkələri üzərində nəzarətin fərqli bir müstəvidə dağılması deməkdir. Bugün həm də Ərəb ölkələrində ona görə Amerika Birləşmiş Ştatlarının üstünlüyü var ki, ortada bir İran faktoru var.
İran faktoru ərəb ölkələrini qorxudur həmişə. Qorxutduqları üçün həm ideoloji nöqteyi nəzərdən qorxudur. İstər Yəməni qorxudur, istər İraqı qorxudur, istər Küveyti qorxudur və s. Həm ideoloji nöqteyi nəzərdən var, həm də güc nöqteyi nəzərdən var. Bu dağılacağı təqdirdə ərəb ölkələrinin indiki asıllığı və yaxud da indiki itaətkarlığı olacaqmı? Yəqin ki, Amerika Birləşmiş Ştatları bunu düşünməmiş deyil. İkinci, bayaq qeyd etdiyim kimi, dağılacağı şəkildə proses kim toparlaya biləcək? Toparlaya biləcək nə daxildə, nə xaricdə hələlik elə bir fiqur yox. Lider yoxdur. Tək lider məsələsi deyil. Bilirsiniz, İranda bugün demokratiya uğrunda insanların ayağa qalxışını təşkil etsələr belə, nəticə milli kimlik davasına gələcək. Və orada mütləq və mütləq Güney Azərbaycan məsələsi ortaya çıxacaq. Mütləq Kürd məsələsi çıxacaq. Mütləq Bəluc məsələsi çıxacaq. Bu isə həm də Amerika Birləşmiş Ştatlarının müttəfiqlərini itirməsidir, İraqı itirməsidir, Pakistanı itirməsidir, Türkiyəni itirməsidir. Çünki hərənin burada özünün fərqli maraqları var.